İmam Hüseyn əleyhissalam bilirsiniz nə etdi? İnsanlığı imamətlə tanış elədi. Həm zehni, həm elmi, həm də ruhi şəkildə. Dedi ki, bax mən bir iş görürəm ki, siz elmi şəkildə, zehni, əqli müstəvidə və ruhi şəkildə siz imamətlə tanış ola bilərsiniz. Qiyamətə qədər olan insanlar sizin hamınıza bu qapını açıq qoydu. Çünki dediyimiz kimi də Allah Müteala ümmətə vacib eləmişdi Əhl-i Beytin sevgisi. Bəs Əhl-i Beyti necə sevərdi? 250 ildən sonra Əhl-i Beyt yoxdur. İmam zamanda qeybə çəkir. Necə sevək? O ayə praktik olaraq düşdü qüvvədə. Bir dənə bildik ki, sevilməyə layiqdir. Bəs necə sevək? Görürsünüz İmam Hüseyn əleyhissalam nə iş görüb. Ona görə İmam Hüseyn əleyhissalam dedik ki, şiələr üçün deyil, ümumbəşər bir fenomendir. İmam Hüseynin qiyamı ümumbəşər bir qiyamdır, hərəkətdir. İmam Hüseyn əleyhissalam dini tamamladı. İmam Hüseyn əleyhissalam ictimai bir addım atmadı təkcə. Yezidə qarşı çıxdı deyil təkcə. Dini tamamladı, dini. Necə Peyğəmbər bir gün dini qədrxunda tamamladı Allahın ayəsinə əsasən. İmam Hüseyn də belə elədi. Necə bir gün Peyğəmbər zəhmət çəkdi qədrxunda, dedi getməyin ay cəmaət. Yorğun gəlirdi Peyğəmbər. Yaşlı vaxtı idi. Zəhmət çəkdi, dedi ki, dini tamamlamalıyam. Allah da belə deyir. İmam Hüseyn də zəhmət çəkdi.